Elmə müəllim, mən dediyim məsələni Tural toxundu. Bəlkə aydınlıq gətirəsiniz, hər halda sizdə müzakirə olunubdur və daha geniş bilirsiniz. Doğrudan, yəni biz indi necə hesab eləyək ki, bax o dedi, bədənin hansısa bir hissəsinin göstərilməsi məsələsi, amma çimərlik geyimi var və yaxud da şortik var. Kimsə hesab eləyəcək, bu da pozuntudur. Bu da məsələnin əslində biraz elə sadədir. Yəni, çimərlik geyimində olmasına görə orada elə bir problem yoxdur. Məsələn, odur ki, çimərlik və yaxud da ki, biraz da uzağa gedən bir geyimlərdə xüsusi çağırışları ilə ifadələr səsləndirirlər və yaxud da ki, müəyyən hərəkətlər ilə səssiz, mimika ilə və həmin geyimdə və müəyyən sətiraltı mesajlar verirlər və bunu dərk etməmək və görməmək mümkünsüzdür. Yəni, bunu o dəqiqə bilinir ki, niyyət nədən ibarətdir. Amma həm də onun biz fərqindəyik ki, bilirsiniz, cinayət növləri var ki, onların mübarizə doğrudan da çox çətindir. Məsələn, ən qədim peşə, ondan qədimi yoxdur. Tarixən olub, bugün var və gələcəkdə də var və nə qədər də qanunlar qəbul edilir, inzibati qanunlar, hətta cinayət məsuliyyətlərinə cəlb etmək qarşısını almaq olurmu? Yox, almaq olmur. Hələ bu real həyatda olanlar idi. İndi bundan sonra həmin məsələlər onlayn müstəviyə keçəndə görün, indi mübarizə 1-ə 5, 1-ə 10, 100 dəfələrlə qəlizləşir. Bunun biz fərqindəyik. Amma bu heç də o demək deyildir ki, əli qolu soyudasan və deyəsən ki, bununla mübarizə aparma mənası yoxdur və s. Yox, mübarizə olmalıdır, mübarizə həmişə olmalıdır və yaxud da ki, narko ticarət. Narkotiklərin qeyri-qanuni dövriyyəsi bilirsiniz də, silah alıverir birinci yerdə, narkotiklər ikinci yerdə, sanavi üçüncü yerdə. Və bütün dünyada onunla mübarizə aparılır və eyni zamanda da dünyada ən böyük qazanc gətirən və mübarizənin demək nəticəsi yoxdur ki, dünyada ikinci yerdə dayanan bir demək gəlir baxımından cinayət növüdür. Bəs bu qədər hamı belə nəticə niyə olmur? Həmin o dediyimiz fahişəlik məsələləri üçüncü yerdədir, təsəvvür pul və qazanc gətirmək, insan alveri məsələləri. Deməli, bu çox qəlizdir. Hələ biz danışırdıq, sosial şəbəkələrin olmadığı reallıqda onlar ikinci, üçüncü yerdə idi. Və sosial şəbəkələr olan vəziyyətdə onlar üçün sosial şəbəkələr toy bayramdır. Onların potensialı 1-ə 5 qalxır. Və amma yenə də deyirəm, bu heç də o demək deyildir ki, biz fikirləşək ki, qarşımızda düşmən çox güclüdür, onunla mübarizənin mənası yoxdur, qətiyyən. Mübarizə aparılmalıdır, burada həm deməli, maarifləndirmə işləri, ictimai qınaq dediyiniz məsələlər, qanunun sərtliyi, bunlar hamısı kompleks şəkildə olan məsələlərdir ki... Amma Elmə müəllim, bayaq siz də Hacı bəy burada olmayanda dediniz ki, əsas da Məhəmməd müəllim dedi ki, maarifləndirmə bu işdə heç nə eləməyəcək, heç nə dəyişməyəcək. Maarifləndirmə məsələlərin sadəcə biz üstündən xətt də çəkə bilmərik. Yox, aydındır, mən demirəm İnsanlar cürbəcözdür də. Bir insan var, bilsən söz deyilsin, başa düşür. Və hesab edir ki, yəni o sözü indi deməyək, sözü deyək, insan var, doğrudan başa düşür. Əgər o söz başa düşən olsaydı, ona valideyni yəqin ki, uşaq vaxtı deyib ki, söymək olmaz. Amma Elçin mən burada... O vaxt başa düşmür, bundan sonra necə başa düşəcək? Efirinizdən bir məsələni də deyim, bax, son günlər, deməli, mənim eşitdiyim bir məsələ, ya mətbuatda da yayılıb. Deməli, xüsusilə yeniyetmə yaşında olan uşaqlara çox kəskin valideynin təzyiqi ki, sən bunu etmə, sən kimə oxşamsan, sən niyə saatlarla sosial şəbəkədəsən, zorla telefonu əlindən almaq və elə bir vəziyyət ola bilir ki, uşaqda elə bir düşüncə hasil olur ki, valideynlərim məni sevmirlər, valideynlərim məni nifrət edir, uşaq özünü öldürür, özünə suyu-qəsdə gedir. Bu artıq alfa nəslinin biz bayaq problemidir, əsas problemidir. Yəni bu məsələlərdə də çox ehtiyatlı olmaq lazım. Bu artıq bəli, ayrı məsələdir. Təkrarlamaq meyli, təkrarlamaq çox geniş yayılıb. Yəni bu məsələlər doğrudan da qəliz məsələlər.